Gör necə şabalıqlıq bu. Gördüyünüz kimi şabalıq bağıdır. Deməli şabalıq bağıdır. Bu gördüyünüz ağaclar da yarımçıq qurumuşdu. Bunlar təzədən yenə bitə bilər. Bunun xüsusi məsləhət üçün, lazım olan yerlər üçün əkilmiş ağaclardır. Baxın görün necə bunları kəsiblər. Bu necə mühafizə olunur meşə, dağlar. Baxın görün neçə dənə. Burada mən sizə bir neçə dənə 10-15 dənəsini göstərəcəm. Deməli bu meşə boyu belə nə gedib, belə kəsintilər gedibdi. Bu peçatı vurub mühürləyiblər, sonra kəsiblər. Baxın görün nə günə saldılar şabalıqlığı. Bir bax bunu necə zəhmətlə əkiblər şabalığı. İndi isə kəsim yaradıblar. Məndə olan məlumata görə burada 110-dan yuxarı, 100-dən yuxarı, 110-a kimi, bəlkə də biraz da çox ağaclar kəsilibdir. Mən daha yaxından bunları sizə göstərim. Tamaşaçılar sizə də aydın olsun. Ekologiya əməkdaşlarına da aydın olsun. Bax görürsünüz ağaclar nə vəziyyətdədir. Bunu necə kəsiblər. Kəsim çox amansızcasına olub. Əgər müəyyən məqsəd üçün kəsilibsə, kəsilməlidirsə, meşə dolu, yıxılmış o bir ağaclar var. Onları niyə təmizləmirlər? Niyə bunları kəsirlər? Baxın, belə bu qədər görürsünüz. Nə qədər bunları, nə qədər ağac kəsilib. Bunlar şabalıq ağacıdır. Qadağan olunmuş ağacların siyahısında olan ağaclardır. Görürsünüz. Bu keçən ilişini kəsilənlər də var. Bunları biz buna bu qədər eləyə bilmərək, fikir verməyək. Daha doğrusu bu il, hardasa bir 2 ay əvvəl bunlar kəsilib. O görürsünüz bu yol boyu birini çəkirsən, o birisi qaçır. O birisinin dalınca gelsən, bu birisi qaçır. Təbii ki, belə olacaqdır. Bunlar 110-dan yuxarı ağac kəsilibsə, buna təbii ki, komissiya lazımdır. Təbii ki, komissiya buna lazımdır. Respublika Ekologiya Nazirlərinə bu məlumat çatmalıdır, bilməlidir. Təzə nazir hər halda bunun tədbirini görər. Mənə elə gəlir ki, mən öz borcumu yerinə yetirirəm. Vətəndaşlıq, bəli, mənə də aiddir o meşəni qorumaq, təbiəti qorumaq mənə də aiddir. Mən bir bloger kimi bunları çəkib sizə göstərirəm. Görürsünüz ki, heç kəs də yoxdur. Mən özüm gəlib öz gözlərimlə oradan buradan aldığım, yəni çayxana məlumatlara görə gəlməmişəm. Bunu əsaslı şəkildə çəkmək üçün gəlmişəm. Görürsünüz, belə bir vəziyyətləri görürsünüz yol boyu bunlar da. Baxın, nə günə salıblar. Bunun cavabını kim verəcək? Yəqin ki, cavabdeh adamlar bunun cavabını verməlidir. Görürsünüz, içərdən içəri ot bitibdi, görünmür. Görürsünüz, mən yaxınlaşdırım biraz. Bax, oradan o tərəfə bütün hamısı bunlar. Buna məsuliyyətə cəlb olunmalıdır cavabdehlər, təbii ki, cənab nazir. Bunu birbaşa sizə göndərəcəyəm və siz bunun izahatını alarsınız.